Aşağıda verilmiş proqramlardan biri kompüterə qoşulan xarici qurğuları əməliyyat sistemi ilə əlaqələndirir. Variantlar üzrə baxaq. Adobe Illustrator kompüter qrafikası və xüsusilə vektor qrafikası üzərində iş üçün işlədilən bir proqramdır. Paint proqramı, yəni zaten hər kəsə tanış demək olar ki, raster qrafikası üzərində iş görmək üçün işlətdiyimiz bir proqramdır. Driverlər sistem proqram təminatının service proqram təminatına aid olan xarici qurğuları əməliyyat sisteminə tanınan bir proqramdır. Yəni ki, bir service proqramıdır. O yüzden driver nədir deməli? Düzgün cavabımızdır. PowerPoint elektron təqdimatların yaradılması və onlar üzərində redaktör işi aparmaq üçün işlədilən bir, yəni istifadə edilən bir proqramdır. Corel Draw isə kompüter qrafikasında istifadə olunan bir tətbiqi proqramımızdır. Burada düzgün cavabımız C variantı driverdir.